Mətn əsasında aysberqlərlə bağlı hansı hadisənin səbəbini müəyyən etmək mümkün deyil. Mətndə belə bir nəticəyə gəlmək olur ki, mətnin bir neçə hissəsində vurğulanır ki, aysberqlərin məhv olmasına səbəb havanın istiləşməsidir. Yəni qlobal istiləşmə səbəbindən aysberqlərin ölçüsü sürətlə dəyişə bilir. Ümumiyyətlə aysberqin yaranması üçün temperatur aşağı olmalıdır. Elə bu səbəbdən də qütblərdə yaranmasının səbəbini mətnə əsasən izah edə bilirik ki, əgər daha çox şimal yarımkürəsində, Qrenlandiya buzlaqlarında yaranırsa, daha sonra Antarktida yaxınlığında meydana gəlirsə, bu o deməkdir ki, orada temperatur aşağıdır. Ona görə də qütblərdə formalaşması daha çox müşahidə olunur. Əsasən yaz aylarında formalaşmağa başlamasının səbəbi də mətndə qeyd olunur. Çünki yaz aylarında temperatur qalxır və buzlaqlarda çatlar meydana gəlir. Məhz ikinci abzasda görə bilərik. Burada aysberqlərin necə yaranması bizə göstərilir. İki səbəbi var. Birincisi buzların ağırlaşması, ikincisi isə iqlim dəyişməsi ilə çatlar yaranır və çatlar böyüyərək əsas buzlaqdan böyük buz parçalarının qopmasına səbəb olur. Nəticədə aysberqlər yaranır. Deməli, e, yaranmasını da biz ikinci abzasdan görürük, yaranmasının səbəbini. Təhlükə mənbəyi hesab olunması. Mətnin bu hissəsində qeyd olunub ki, aysberqlər gəmilərlə toqquşur və bu zaman təhlükə mənbəyi hesab olunur. Həmçinin üst hissədə də qeyd olunub ki, 90% suyun altında olduğuna görə görünməyən hissə gizli təhlükə halına gətirir. Yəni gəmilər aysberqin böyük hissəsini görə bilmədiyi üçün onunla toqquşa bilirlər. Elə bu səbəbdən də beynəlxalq buz patrulu yaradılıb, aysberqləri izləyir, gəmilərə xəbərdarlıq verir. Lakin şirin su toplamasının səbəbini biz bilmirik. Mətndə sadəcə şirin su mənbəyi olduğu qeyd olunub, amma səbəb olaraq heç bir fakt qeyd olunmayıb.